18-60 yaşlı iş var yoldaşlar. 18-60 yaşlı iş var. Ben bir sıra işlerden bəhs etmək istəyirəm sizə. Misal üçün 18-60 yaşlıya iki baxçısı işi var. Həm xanımlar, həm bəylər üçündür. Yəni bu belə üstün cəhəti bundan ibarətdir. Həmçinin digər bir üstün cəhəti bundan ibarətdir ki, sizdən təcrübə tələb olunmaya bilər. Həm yəni kişilər üçündür, həm xanımlar üçündür. Aqrolanddadır, Mərdəkan qəsəbəsindədir. Premium sistemi də var, yəni əmək və nahar, servis, gəliş gedişi var, iş forması verilir şirkət tərəfindən. Belə bir özəlliyi olan bir vakansiya var Aqrolandda. Bu bir misal idi. Digər vakansiyalardan da bəhs etmək istəyirəm. Təxminən o yaş aralığında olan. Misal üçün 30-55 yaş aralığından da bəhs etmək istəyirəm. Misal üçün sürücü işi var, Green Service'də 2000 manat verir. Kişilər üçündür. C və SY kateqoriyası tələb edir. Bundan əlavə başqa bir iş, sifariş toplama işçisinə də ehtiyac var. Bu Al marketdədir, 18-50 yaşlı şəxslər üçündür. Al market dərnək planlarındadır. 650 manat başlanğıc əməkdir, amma üstə gəldə bonuslar da var yoldaşlar. Yəni bu da misal üçün təcrübə vacib deyil burada misal üçün. 35-55 yaşlılar üçün də yarım fabrikatçı köməkçisi işi var. Haradadır bu? Pizza şirkətindədir yoldaşlar. Bunun da tələbi budur ki, 35-55 yaşlı olasınız və iş saatı azdır nisbətən. Səhər saat 7-dən, yəni azdır deyəndə daha doğrusu fərqlidir. Saat 7-dən günorta 4-ə kimidir. 400 manatdır, 50 manatdan nahar ödənişdir, elmə metrosu yaxınlarındadır. Burada da təcrübə tələb olunmamalıdır. Bir də mən kontrol edeyim. Bəli, orada təcrübə tələb olunmamalıydı. Çünki o köməkçi işidir. Həmçinin sadə bir iş prosesi olur adətən bu tip işlərdə. Demə bunu dəqiqləşdirim. Bəli, tələb olunmur, ona görə rahatlıqla bu işə müraciət edə bilərsiniz. 12 saatlıq bir gündən bir olan işdə var. Misal üçün 18-55 yaşlı olan bir xanımlar üçündür. Xadimə işləyir, Mokalanddadır. Təcrübə tələb eləmirlər sizdən. 9-dan 9-a kimidir. Ayda 15 gün işləyirsiniz, 538 manat pul alırsınız. Xətai metrosu yaxınlarındadır. Sonra 38-60 yaşlı şəxslər üçün All Trading Company-də yük avtomobil sürücüsü işi var. Burada da təxminən 2000 manat olmalıdır əmək haqqısı. Bu vakansiyada müraciət edə bilərsiniz. Deməli, yox bu 2000 manat deyil, 2000 manat olursa olmalıdır. Bu 1285 manatdır yoldaşlar. SY kateqoriyası tələb edir. Kişilər üçündür, 38-60 yaşlı şəxslər üçündür. Sürücü işləri çoxdur, yəni fərqli işlər var. Sonra təcrübəsizlər üçün işi var. 20-30 yaşlı şəxslər üçün kredit bölməsində işçiyə ehtiyac var, təcrübəçi işi var. Sonra rus dili bilənlər üçün təcrübəçi işi var. Əməliyyatlar üzrə biznes assistenti. Sonra 6 saatlıq iş var. Bir elektronikdə, bir marketdə olmalıdır bu da. Yəni belə bir neçə variant var ki, bunlara müraciət edə bilərsiniz. Bunlar da müraciət etməkdə dəstək sizə və yaxud da digər işlərdən də tanış olmaq istəyir. Ümumiyyətlə iş tapması etdiyimizə keçsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yolla bilərsiniz. Əlaqə vasitəsi kanalda qeyd olunubdur.